PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın çağırışı ilə keçirilən konqresdə qəbul olunan qərarlar məlum olub. Mayın 12-sində PKK rəsmi olaraq özünü ləğv etdiyini və silahlı mübarizəyə son qoyduğunu açıqlayıb. Bu qərar təşkilatın 5-7 may tarixlərində İraqın şimalında keçirilən 12-ci qurultayında qəbul edilib. Türkiyəli rəsmilərin PKK-nın ləğv edilməsinə dair münasibəti də özünü çox gözlətməyib. Hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik bildirib ki, İmraldan verilən çağırışdan sonra PKK-nın özünü buraxmaq və silahlı fəaliyyətinə son qoymaq qərarı terrorsuz Türkiyə hədəfinə çatmaq baxımından mühüm bir mərhələdir. O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın terrorsuz Türkiyə üçün ortaya qoyduğu güclü siyasi iradə və bu prosesi dövlət siyasəti səviyyəsində müəyyənləşdirən əhatəli və aydın yanaşması, eləcə də Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının tarixi çağırışı, hadisələrə münasibətdə nümayiş etdirdiyi qəti mövqe bütövlükdə daxili cəbhənin möhkəmləndirilməsinin əsas istiqamətlərini təşkil edir.